Bilir, Avropanın bir çox ölkələrində yəni olmuşam. Sən Almaniyada onu eləsən, kim olursan ol, onu eləsən, Almaniyada o işi görsən və hətta sənə deyək ki, sənin bu elədiyinin videonun altına, şərhlərdə sənə dəstək olanlar yazsa, bakın, alo. Sənin bu elədiklərinə dəstək olanlar çıxsa, maşının cəzası ayrı. Ona yaxşı bir elə maşını qiymətində cəza vurarlar, cərimə vurarlar. O şərhlərdə də ona dəstək olanlara ayrıca bir cərimə vurarlar. Hökumət görməməzlikdən gəlsə ki, bunun pulu var, bunun yəni arxası var, kimsəsi var, eləyir də göz yumaq. And olsun Allaha ki, bu hökuməti yıxmağa qədər gedər. Onu rahatçılıqla eləyən adama hökumət burada göz yumsa, burada media var, azadlıq var, ictimai qınaq var. Heç ona insanlar, çünki buradakı insanlar normal düşüncəyə sahibdir. Demokratiyanın, düzgünlüyün, bərabərliyin nə demək olduğunu bilirlər. Millət qalxar ayağa, bax o Ferrari üstündən hökuməti yıxarlar. Bunu Almaniyada yaşayan çox adam bilir. Ona görə də baxırsan ki, biz toplumumuzu, ətrafımızı da bu anormal, bu xəstə düşüncədən çıxartmalıyıq. Bunun başqa çarəsi yoxdur. Yəni bu eyni vəziyyətin, bu eyni səbəblərin başqa çarəsi yoxdur. Baxırsan, hər kəs yazır ki, bazarana can qurban, bacarmayana da nə bilim ağızlarına gələn yazırlar. Bu xəstə təfəkkürü dəyişmək lazımdır. Hökumət o öz yerində, o başqa istədiyini eləyir. Qardaş, mən oturmuşam orada, mən zalimam, belə mən diktatoram, istədiyimi eləyirəm. Başın işləyirsən mənə qoşulma. Görürsən ki, o şərhlərdə yazanlar ki, həddüz eləyir, bacarana baş qurban. Həmən o təfəkkürlər bir ölkədə olan rejimin, diktatorluğun ən böyük təkanıdır. Ən böyük dəstəkçiləri olardı. Bax, bu xəstə təfəkkürdən canımızı qurtarmalıyıq birinci. Dəyişiklik istəyiriksə. Yenə də mən sizdən soruşmaq istəyirəm ki, bunun səbəbi hakimiyyətdir, yoxsa cəmiyyət?